Bismillah. Bürclərin mart ayı üçün ən düz proqnozu. Mart ayı enerji baxımından güclü və taleyüklü qərarlarla dolu olacaq. Xüsusilə yazın başlanğıcı ilə birlikdə bir çox bürcdə yenilənmə və maddi aktivlik artır. Sən bolluq və uğur mövzularına maraqlı olduğun üçün martda pul enerjisini də xüsusi vurğuladım. Qoç. Mart sənin üçün başlanğıc aydır. Yeni iş, yeni qərar, yeni tanışlıq var. Pul axını ayın ikinci yarısında güclənir. Risk etsən qazanc var. Buğa. Səbrinin bəhrəsini görəcəksən. Gözlədiyin bir xəbər gəlir. Maddi sabitlik artır, amma xərclərə diqqət et. Əkizlər. Sosial çevrə genişlənir. Yeni müqavilə və ya əməkdaşlıq şansı var. Martın ortası pul baxımından güclüdür. Xərçəng. Karyera ilə bağlı dönüş nöqtəsi. Üstünə gələn məsuliyyət gəlirini artacaq. Ailə məsələlərində rahatlıq var. Şir. Səhnə sənindir. Martda diqqət mərkəzində olacaqsan. Uzaq yol, xarici əlaqə və ya böyük fürsət görünür. Qız. Borclar, kredit və ya ortaq pullarla bağlı məsələ həll olur. Daxili gücün artır, amma sonu sürpriz qazancı olacaq. Münasibətlər ayıdır. Tərəzi. Münasibətlər ayıdır. Ciddi qərar və ya taleyüklü tanışlıq ola bilər. Pul orta səviyyədə, amma sabit gəlir. Əqrəb. İş tempin artır. Rəhbərlik və yeni layihə şansı. Martın son 10 günü maddi baxımdan güclüdür. Oxatan. Şans enerjisi qüvvət yüksəkdir. Qumar yox, amma riskli qərar qazanc gətirə bilər. Sevgi də aktivdir. Oğlaq. Ev və əmlak mövzusu da ön planda. Maddi vəziyyət möhkəmlənir. Səbr etsən böyük qazanc gəlir. Dolça. Gözlənilməz xəbər və ya təklif. Martda danışıq və müqavilə sənə pul gətirə bilər. Balıq. Pul ayıdır. Yeni gəlir qapısı açılır. Öz dəyərini artırdıqca qazancın çoxalacaq.